Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah, maşınlarınız da yaxşıdır. İş gününün sonudur artıq. Mənə təhvil verilən avtomobillər hamısı təmir olunub. Nasaz qalan olmayıb. Deməli, nədən danışmaq istəyirəm? Təmir filan göstərməyəcəm. Yəni, ustalar videonu bağlaya bilərlər. Kanalda sualların yönləndirməsindən, sual vermədən danışmaq istəyirəm. Deməli, yoldaşlar, məsələ nədir? Məsələ odur ki, sual verəndə maşının markasını, modelini filan, bunları yazmayan insanlar var. Bu maşının markası, modeli yazılmayanda mən avtomobil barəsində hər hansı bir fikir söyləməyə çətinlik çəkirəm. Bu bir. Ondan əlavə. Yəni bu işdən əlavə sual verəndə sualda maksimum bacardığınız qədər informativ məlumatları doldurun. Yəni, mənim avtomobilim yolda sönür. Məsələn, insan sual verir ki, mənim avtomobilim yolda sönür. Həvəssalam, bitdi. Usta, bu nədən olar? Usta deyir, indi mən cavab verirəm də, məsələn. Deyirəm, qardaş, ya bunun qığılcımı kəsilir, yəni iskrası kəsilir, ya yanacağı kəsilir, ya bunun nə bilim, benzini kəsilir, ya kompresiyası. Yolda kompresiya etməz, yəqin ki. Ya hansısa sensordan informativ məlumatlar, məsələn, dirsəkli valın sensorundan informativ məlumat itir və s. və ilaxır. Sonra mənə yenidən həmin insan yazır. Yox, kalenvalın daçikini dəyişdik, heç bir, yəni, belə şey olmadı. Ay qardaş, bəs mən sənə deyirəm, ya bunun, yəni, qığılcımı itir, ya bunun benzini kəsilir, necə sönür, bir dəfəliyimi sönür, yoxsa biraz, yəni, yellənirmi sönür, avtomobil özünü necə aparır sönəndə, pis aparır, yaxşı aparır, yəni, dərhal mı sönür, yoxsa sönmə anında əziyyət mi çəkir? Yəni, bu şeyləri yazmaq lazımdır. Yəni, nə tədbirlər görmüsünüz? Deyirəm ki, məsəl üçün, ola bilər ki, yanacağı kəsilir, deyir, farsunkaları yuduzdurmuşuq, benzin nasosunu təzyiqini ölçdürmüşük. Qardaş, bəs mən, deməli, usta baxıb da, yəni, bu maşına usta baxıb. İndi əgər usta ona yaxın olan yerdən ona bir tədbir görə bilməyibsə, mən uzaqdan necə tədbir görə bilərəm? Görə bilərəm əlbəttə ki, yəni, hər hansı bir məsləhət verə bilərəm. Olub dəfələrlə ki, mən avtomobili uzaqdan xodlamışam, heç yanında olmaya. Yəni, sağ olsun, ustalarımız, yəni, sözümə qulaq asıblar, dediyimi eləyiblər. Yəni, mən avtomobili işə salmışam. Burada, məsələn, bir dənə Nissan var, bayaqlar orada dayanmışdı, gördünüz. Dirsəkli valın sensorundan, bir də temperatur sensorundan şikayət edirdi. Deməli, burada da bunun işdəkeri qalıb. Onu dəyişdik. Pin dibindən qırılmışdı. Belə şeylər, məsələn, bu avtomobil səhər-səhər geç xodlanırdı, həddindən artıq. Yəni, qovur xodlanmır. Dirsəkli valın sensorundan şikayət edir avtomobil. Amma görürsünüz, pin dibindən qırılıb. Sonra, deməli, avtomobili aparırsınız hər hansı bir ustaya. O usta o avtomobil haqqında verdikt çıxardır. Yəni, avtomobilin nasazlığı barəsində hər hansı bir qərar qəbul edir. Ki, bəs avtomobilin falan şeyi xarabdır. Tamam, razılaşdım. Təmir edirlər, düzəlmir. Sonra həmin ustadan mənə zəng edirsiniz. Ki, bəs, ay usta, belənçi bir nasazlığımız var. Usta falan şey elədi, düzəlmədi, indi nə eləyək? Maraqlı, yəni, nə bilim nə eləyəsiz. Belə şeylər məncə
Mənə elə gəlir ki, soruşmaq əladır, əlbəttə ki. Amma adekvat. Yəni adekvat. Usta, salam, hər vaxtınız xeyir olsun. Mən məsələn sualı belə verərdim. Usta, salam, hər vaxtınız xeyir olsun. Məsələn, mənim avtomobilim Lexusdur. Markası CT 200H-dır. Avtomobil işə düşəndə azacıq detonasiya verir. Alışdırma şamlarını dəyişmişəm, farsunkaları yuduzdurmuşam, benzinin oktanını yüksəltmişəm. Sonra detonasiya sensorunun göstəricilərinə baxmışıq. Silindirdə olan yağlama vəziyyətinə baxmışıq. Yağ silindrə əlavə daxil olmur. Katalizatorum yerindədir. Klapanlar düzgün açılır, amma yenə də maşın detonasiya verir. Orada mən artıq nəsə fikirləşmək eləyərəm. Yəni fikirləşərəm, başlayaram, artıq beynimi işə salaram ki, görəsən doğrudan, həqiqətən bu avtomobil niyə görə belə eləyir? Çox maraqlı, yəni insan hər şey eləyib də. Amma elə vaxt olur ki, insan heç də eləmir, amma məndən soruşur. Mən deyirəm falan şeylər, deyir mən elə bilirdim sən dəqiqliyinə deyəcəksən. Qardaş, mən avtomatam, yəni nəyəm, mən sənin avtomobilin mühərrikin idarə etmə blokuyam, nəyəm? Mən yanımda olan avtomobilin dərdin güclə tapıram. Yəni mən nə bilim bu farsunkası şaybası yerindən çıxıb ya çıxmayıb. Və yaxud da ki, mən nə bilim o parkinqə düşür və yaxud da düşmür. Mən hardan bilim, qardaş? Avtomobil işə düşür, parkingi görmür. Yəni ona görə deyirəm ki, biraz sual verəndə, bir də ki, qiymətlər barəsində, bilmirəm, bu mövzu barəsində danışmışam, amma indi də söhbət eləyirəm, deyirəm də. Söhbət edirəm, monoloqdur, yəqin ki, rəylərinizi yazarsın. İndi o qədər yazanlar olacaq, patdə davay, sənə də bir sual verdik, özünü qoydun naza, nə bilim, nə. Qardaş, elə deyil, valla mən ondan danışmıram, mən tamam başqa bir şey deyirəm. Yəni, özümü naza filan qoymamışam. Yəni, mən ondan danışmıram. Mən deyirəm ki, sualı verəndə elə verin ki, mən o suala normal cavab verə bilim də. Mən başa düşüm ki, sən nə demək istəyirsən? Bir də sən avtomobilin barəsində nə tədbir gördün ki, iş gəldi, çıxdı artıq mənə. Sonra, qiymətlər. Qiymətlər də deyəndə ki, qardaş, bax, deyir ki, məsələn, salam usta, məndə Opel Astra H-dır. Mən istəyirəm avtomobilimi ümumilikdə check-up eləyim. Bunun qiyməti nə qədər olacaq? Qardaş, əgər sən avtomobilini check-up eləmək istəyirsənsə və burada mənə əlavə heç nə düzəltdirməyəcəksənsə, əlbəttə ki, bu normal, yəni nə bilim, indi yəqin ki 40 manata kimi bir şey olar. Da belə bir şey olar. Bu civarda bir şey olar. Yox, əgər sənin avtomobilində hər hansı bir nasazlıq çıxacaq, sən istəyəcəksən ki, mən o nasazlığı sənin üçün əlavə izah eləyim, əlavə düzəldim, əlavə nəyisə, nə bilim, nəsə eləmək lazım olacaqdan. Əlbəttə ki, bunun yəni zəhmət haqqısı bunun üstünə gələcək. Bu hər yerdə belədir. Yəni, yoxsa elə deyil. Sən çağırırsan mebel ustasını mebeli yığmağa, gəlir mebeli yığanda sən deyirsən ki, bir dənə mən bax, burada stolumun böyründə burada bir dənə də şurup boşalıb, bir dənə də onu sıx, bir dənə də ona bax. Düzdür, indi asan dişdirsə, yəni bir kabeldirsə, filandırsa, nə bilim, nədirsə, bağlamaq lazımsa biz onu eləyəcəyik. Yox, əgər sənin avtomobilin, məsələn, kollektorun içindəki kəpənəklər oynamırsa, qardaş, mən onu diaqnostik eləməliyim də, yəni mən gedib onun dibinin dərinliyinə çıxmalıyam. Bilməliyəm, niyə kəpənəklər oynamır? Onun içindəki ştok xarabdır, yoxsa kəpənəklərin özü qırılıb və yaxud kəpənəklər dönür, yoxsa mühərrikin idarə etmə bloku bunu görmür. Yoxsa ümumiyyətlə blok kəpənəkləri döndərmək istəmir. Yəni, bu vəziyyəti müəyyən eləmək lazımdır. Yəni, qardaş, valla, mənə də başa düşün. Bir də birbaşa yəni SMS yazırlar ki, bəs sənə də WhatsAppda sual yazdıq, cavab yazmırsan. Qardaş, WhatsAppda tək yazan sən deyilsən, Allaha sən deyilsən də. Yəni təkcə bilsən nə qədərdir. Yəni sən bəlkə də həmin WhatsAppda bir 200-cüsən. Mən də 200 nəfərə gün ərzində, yəni işim gücüm yoxdur, oturub hamısına cavab yazmıram ki. İndi gözləyirəm bax kommentlərdə başlanacaq. Bu da özünü çəkdi, nə bilim, bu da neynədir. Vallahi elə deyil. Yəni o deyil, iş o deyil.
Yəni söhbət özünü çəkməkdən zatdan getmir. Mən heç ara mən elə necə idimsə elə də varam. Məni tanıyanlar, mənim yanıma gəlib gedənlər, məndən ünsiyyətdə olan insanlar bilirlər ki, yəni mən elə deyiləm. Sadəcə deyirəm ki, yəni insanların xasiyyəti müxtəlif olur da. Bir balaca insanlar sual verəndə, nə bilim, məndən nəsə gözləyəndə, qarşılıq gözləyəndə özlərindən də informativ məlumatları da əlavə eləsinlər. Belə. Bilmirəm, bəlkə də nəyisə düz demədim. Düzəldərsiniz. Yolda qalmayın.